Kürdlərlə hindlilər qohumdurmu? Həqiqətən qohumdular əslində. Əgər dil aspektindən baxsaq, görürük ki, Kürd dili ilə Hind dili ikisi də Sintaşta mədəniyyətindən gəlir. Yəni Hind-Avropa dilinin Hind-İran qoluna aiddirlər. Yəni onların ikisinin də Aryan ataları Orta Asiyaya gəlib, oradan da bir qolu Hindistana, digər qolu isə Mesopotamiyanın quzeyinə gedib. Və gedən bu hərbi elita, yəni Aryanlar bir döyüşçü xalq idi. Burada kürdlərin uzaq atalarını, yəni kürdcə danışmayan atalarını kürdləşdiriblər, yəni aryanlaşdırıblar. Digər qolu isə, yəni aryanların digər qolu da Hindistana gedib eyni şeyi yerli xalq eləyib və hindi xalqı ortaya çıxıb. Yəni əslində ikisi də bu iki xalq da, yəni hindlilərin ataları ilə kürdlərin ataları, hansı ki kürdcə danışmayıb, hindlilərin atası da hindcə danışmayıb, ikisi də aryanlar tərəfindən assimilyasiyaya məruz qalıblar deyə dil aspektindən baxsaq, lingvistik aspektdən baxsaq, bu iki xalqın qohum olduğunu görürük. Amma genetik olaraq elə deyillər. Çünki ikisi də hələ də öz regionlarına məxsus qədim genləri daşıyırlar. Buna görə də biz deyə bilərik ki, kürdlərlə hindlilər bəli, özləri bir-birlərini qohum saya bilərlər, çünki özlərini aryan sayırlar. Əgər biz genetik aspektdən baxsaq, qohum deyillər və ortaq ataları çox qədim dövrdə yaşayıb.